Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayım. Bugün kondisyonerlerin zayıf soyutma sebeplerinden biri olan onun yerinin düzgün seçilmemesinden danışacağız. Aslında bu ustalardan çok müşterilere ait olan bir meseledir. Ama biz burada hem ustaları hem de müşterilerimizi məlumatlandırmaq istəyirik. Məlum məsələdir ki, son illər kondisionerlerin fasadda qoyulmasına ümumiyyətlə kesinlikle icazə verilmir və çox nadir hallarda biz doğrudan da yeni tikilmiş evlərdə kondisionerlər üçün xüsusi bir yerin qoyulduğunu görürük. Amma əksər vaxtlarda bu nəzərə alınmır. Biz bu məsələni başqa dərslərimizdə bu məsələ haqqında danışdığımıza görə ona qayıtmayacağıq. Bugünkü dərsimiz isə birbaşa müşterilerle ilgili olan bir meseleden danışacağız. Son iller deməli insanlar yeni evlere köçtükdən sonra çok büyük ihtimalla toz torpağın evin içərisinə girməməsi üçün balkonları şüşəbəndlə örtürlər. Siz indi Bakı şəhərinin rayonlarının birində, indi biz əlbəttə ki rayonun adını çəkməyəcəyik. Bu rayonların birində yeni evlerin demək olar ki az qala 50%-nə qədər belə bir balkonlarla örtülü olduğunu, yəni şüşəbəndlə örtülü balkonların olduğunu biz görmüşük. Bəs bunun kondisionerə hər hansı bir zərəri varmı? Əvvəla onu deyək ki, hörmətli izləyicilərimiz, biz başa düşməliyik ki, kondisioner soyuğu yaratmır. Kondisioner istiliyi bir yerdən götürüb başqa yerə aparır. Burada əlbəttə kondisionerin içərisində bir tərəfdə maye halına salınan freon, diğer tarafta maye halına salınmış freonun buharlanması kimi prosesler baş verir. Bu elbette ustaları birbaşa ilgilendiren meselelerdir, müşterileri değil. Bunun için bizim kondisioner necə soyudur dersimizə baxmanız kifayətdir, əgər kimsə öğrenmək istəyirsə. Ama burada bizim demək istədiyimiz nədir? Təsəvvürünüzə gətirin ki, sizin kiçik bir otağınız var ve orada bir elektrik qızdırıcısını qoymusunuz. Eğer bu elektrik qızdırıcısının qoyulduğu otağın bütün deməli her tarafı bağlıdırsa, o zaman bu istediği hara gedəcək? Əlbəttə ki, orada olan temperatur qalxacaq. İndi siz balkonu kondisioner qoyulduqdan sonra, yəni şəkillərdə indi görürsünüz, bu kondisionerlər qoyulduqdan sonra siz şüşəbəndi bağlayırsınız və bundan sonra havanın temperaturu qalxanda müşterilər ustaya zəng edirlər. Ve çok təəssüflər olsun ki, bu onların fikrindən çıxır və ustaya bildirmirlər ki, bu kondisioner şüşəbənd olan bir yerə qoyulmuşdur. Və təsəvvür edir ki, usta 28 may metrosunun yanında yaşayır, zəng eləyən müşteri isə deyək ki, Masazırda və yaxud deyək ki, Biləcərdə olan evlərin birində yaşayır və bu yazıq usta bu demək tıxaclarla nəhayət gəlib çatanda nə görsə yaxşıdır, sizin kondisionerinizin heç bir problemi yoxdur. Sadəcə problem sizin onu şüşəbəndlə örtməyinizdədir. Bəs şüşəbəndlə örtülüdə kondisionerin içində nə baş verir? Məsələ burasındadır ki, kondisioner soyuğa işləyərkən onun içərisində olan freon, qaz formasında olan freon çöl hissədə maye formasına salınır. Bunun üçün o yüksək təzyiqlə sıxılır. Əgər havanın temperaturu aşağıdırsa, deyək ki, havanın temperaturu 30 dərəcədir. Yəni, fasadda qoyulur və havanın temperaturu 30 dərəcədir və belə olduğu təqdirdə kondensasiya temperaturu təxminən 43-44 dərəcə olacaq. Bəs əgər havanın temperaturu bayırda 30 dərəcə olduğu təqdirdə, amma şüşəbənd tam bağlı olanda nə hadisəsi baş verir? Biz bilirik ki, güneş şüaları o şüşələrdən keçib balkona düşür və oradan geri qayıtmaq imkanı olmadığına görə balkonda olan havanın temperaturunu qaldırmağa başlayır. Artıq bu güneş şüaları oraya düşdüyünə görə artıq balkonda olan havanın temperaturu deyək ki 35-40 dərəcədir. Və kondisioner işə düşəndə bu kondisioner ən yüksək təzyiqlə işləməyə başlayır və bu səbəbdən də onun həm soyutması zəifləyir, həm də yüksək elektrik cəryanı tükətir. Yəni, normalda fərz edək ki, bizim 2 otağımız var. Otağımızın birində, hər ikisində də eyni gücdə bir kondisionerimiz var.
Bir otaqda olan kondisionerin çöl hissəsi bayırda, yəni fasadda, digəri isə balkonun içindədir. Bunların hansı daha çox elektrik yiyəcək və təxminən nə qədər? Əvvəl onu deyək ki, ən yaxşı halda təxminən 40-50%-ə qədər daha artıq elektrik yiyiləcək. İkincisi, məlum məsələdir ki, kondisionerin kompresorunun içində olan yağ müəyyən bir temperatur üçün hesablanmışdır. Əgər kondensasiya temperaturu yuxarıdırsa, o zaman kompresorun da qızma hadisəsi baş verəcək və nəticədə kompresor dolaqları qızacaq və o yağ getdikcə öz keyfiyyətini itirəcək. Hər bir mexanizmdə olduğu kimi müəyyən bir temperatur həddi vardır. Azərbaycan Respublikasına gətirilən kondisionerlər T1 sinifli, yəni müsbət 18 dərəcədən müsbət 44 dərəcəyə qədər işləmək üçün nəzərdə tutulur. Əgər siz balkonu bağlamısınızsa, orada 44 deyil, 50 dərəcə, bəlkə ondan da artıq bir temperatur olacaq və kompresor qısa bir zamanda qızacaq və bu qızma bir neçə dəfə davam etdiyi təqdirdə yağ sıradan çıxacaq, yağ sıradan çıxdıqdan sonra isə sizin kompresorunuz sıradan çıxacaq. Kimsə deyə bilər ki, usta sən düz deyirsən, amma biz balkonun kondisioner olan hissəsində olan şüşənin birini açırıq. Hörmətli izləyicilər, gəlin özümüzü aldatmayaq. Əvvəla, balkonda qoyulan kondisionerlərə siz fikir versəniz və bizim bu qoyduğumuz şəkillərə də fikir versəniz, nə görəcəksiniz? Müştərilər ustalardan kondisioneri tamamilə tavana yapışdırmağı tələb edirlər. Bu kəsinliklə yanlışdır. Bir kondisioner istehsalçısı mütləq surətdə tavandan 60 santimetrə qədər kondisionerin aşağı olduğunu öz məlumat kitabçasında bizə bildirir. Bu niyə görə belədir? Çünki əgər kondisioner tavana yapışdırılırsa, o zaman onun ağzından çıxan isti hava yenidən onun özünə qayıdır və bu da kondensasiya temperaturunun qalxmasına, cihazın həddindən artıq daha çox enerji tükətməsinə səbəb olur. Və dolayısıyla enerji daha çox tükədilir, kondisioner daha zəif soyudur və eyni zamanda da o çox qısa bir zamanda sıradan çıxa bilər. Bunun bir demək, məsələnin həll yolu varmı? Əlbəttə ki, var. Əgər mümkündürsə, o zaman biz çöl hissəni mütləq yerini dəyişməliyik, onu balkondan kənarda qoymalıyıq. Bu birinci hal. Bəs ikincisi, həmən balkonda bütün qoyulan pəncərələr hamısı açılmalıdır. Bütün bunları etdikdən sonra kondisioner 100% yaxşı mı soyudacaq? Xeyr, hörmətli izləyicilər. Hətta siz balkonun bütün pəncərələrini açsanız belə, yenə də onun sağ və sol tərəfində olan pəncərələr bağlı olduğuna görə, o qapalı yerdə dayandığına görə və tavana çox yaxın olduğuna görə o yenə də zəif soyudacaqdır. Hörmətli izləyicilərimiz, biz burada yəni bu videoları çəkməkdə məqsədimiz xalqımızı maarifləndirmək, ustaları maarifləndirmək məqsədi ilədir. Burada yəni bizim heç bir pul qazanmaq kimi bir niyyətimiz yoxdur. Əlbəttə kimsə bizim videolarımızı görəndən sonra bizi zəng edib təmir üçün bizə müraciət edir. Amma bizim niyyətimiz bu deyil. Çünki bu kanalımız olmamışdan qabaqda biz ustaydıq və bu ustalığımızı davam elətdiririk. Biz bu niyyətimizi son nəfəsimizə qədər davam elətdirəcəyik. Yəni biz özümüzdən sonra bu kanalı qoyub getmək istəyirik ki, Azərbaycan xalqı, indi bizim İngilis dilində də, Rus dilində də videolarımız var. İnşallah fransız dilində də olacaq. Bu insanlar bizim videolarımıza bəhrələsinlər və inşallah Allah Subhanahu wa Taala bizi o biri dünyada mükafatlandırsın. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabın PDF formatında əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər. Biz də böyük məmnuniyyətlə onu sizə göndərəcəyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.